Bu adam deyir ki, namazı gündəlik hansı paltardadırsa qadın, o paltarda qıla bilər. Siz təsəvvür eləyin, yəni biz qadınların geyimindən danışmırıq. Kim qısa giyinir, kim örtülü giyinir, bundan danışmırıq. Adam deyir ki, qadın gündəlik ümumi hansı paltarı giyinirsə, onda namaz qıla bilər. Siz təsəvvür edirsiniz, qardaşlar, hər birimiz çöllərdə gəzirik də, işə gedirik, ictimaiyyətdə yaşayırıq. Əksər qadınların olduğu hal namaz halına müxalifdir. Və o qadınların özləri də o formada olduqlarına görə namaz qılmaqdan Allahdan həya edirlər. Yəni bu insanlar deyir ki, yox, eləmə həya. Eləmə Allahdan həya, o formada namaz qıl. Yəni ətəkdə namaz qıla bilərsən. Çox üzr istəyirəm, demək lazımdır ki, biraz bunları başa düşsünlər. Yəni məsələn bir qadın şortikdə, çox qısa paltarda namaz qıla bilər deyir. Çünki o qadının gündəlik ümumi geyimi odur. Necə biz bunu müşahidə edirik çöllərdə. Çünki qadınlar hamısı eyni giyinmirlər, hərəsi fərqli-fərqli giyinir. Və bu deyir ki, sən niyə Allahdan həya eləyirsən ki, o barədə özünü də çətinə salırsan, elə namaz qıla bilərsən də deyir. Təsəvvür edin, yəni insan ümumi həyanı aparması ilə yanaşı Allahın qarşısında durma həyanı da insanlardan silir.